Hörmətli kanal izləyiciləri, hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Ümid edirəm ki, hər şey qaydasındadır. Bu dəfə sizinlə bir suala baxacağıq və gördüyünüz kimi bu sual qraflara aid bir sualdır və bunu da qeyd edim ki, OTK-da düşmüş suallardan biridir. Adətən qraflarla bağlı fərqli tipdə sualları görmüşdüksə, bu isə başqa bir tipdə sualdır və belə deyək ki, yəni öncədən bildiklərinizi təkmilləşdirilmiş formada olan bir sualdır və burada tətbiq etməyi bacarmalısınız və bu sualı birbaşa keçid eləmək istəmirəm. İstəyirəm ki, buna qədər bəzi bildiklərimizi təkmilləşdirək və ondan sonra da bu sualın həllini tapmaq həddən artıq çox rahat gələcəyinə ümid edirəm. Deməli, başlayaq. Nümunə olaraq belə bir şey götürək. Deyək ki, burada gəlib yazırıq A təpəsi, B təpəsi, C və deyək ki, D təpəsi var. Və bilirik ki, qraflar arasında əlaqə fərqli formada ola bilər. Belə bir xətt olarsa, buna biz adi qraf deyəcəyik. Yəni, bu o deməkdir ki, burada istiqamət yoxdur. A-dan B-yə əlaqə varsa və B-dən də A-ya əlaqə var. A-dan D-yə varsa, D-dən də A-ya əlaqə var. Və hər bir təpə üçün də bunu deyə bilərik. Yəni, qraflarda bu fərqli şəkildə formalaşmış ola bilər. Və bunu da fikirləşsək ki, bu əlaqəni necə edirik? Qonşuluq siyasi anlayışını bilirik. Qonşuluq siyasında necə idi? Həmin təpələri yazırdıq burada A, B, C, D və deyirdik ki, bunlar nə ilə əlaqəlidir? A dediyimiz kimi B ilə əlaqəlidir, C ilə əlaqəlidir və D ilə əlaqəlidir. Eyni zamanda da B baxırıq A ilə əlaqəlidir, başqa yoxdur. D-yə baxsaq, hətta belə bir şey deyək. C-yə baxsaq, C A ilə əlaqəlidir, bunu yazdıq. D isə A ilə və B ilə əlaqəlidir. Bu qonşuluq siyasi budur. İstər qrafdan istifadə edib, istər qonşuluq siyasından istifadə edib, biz qonşuluq matrisini qura bilərik. Qonşuluq matrisi nədir bəs? Qonşuluq matrisi cədvəl şəklində formalaşdırılmış bir formadır. Gəlirik, bunu yazırıq. A, B, C və D-ni bura yazırıq. A, B, C və D-ni bura yazırıq. Bu şəkildə yazdıq və bunları sürətli bir şəkildə belə ayıraq. Bu nə deməkdir? Burada əlaqə olan təpələri yazırdıqsa, burada əlaqə varsa onu yazırıq. Yəni A təpəsinin əlaqəsi varmı? Yox. Hal-hazırki hissədə yoxdur. Amma təbii ki, ola bilər. Bilirik ki, ilgə anlayışı var. A-dan keçib A-ya gəlmiş ola bilər. Bu zaman nəzərə alsaq, deyək ki, A-dan A-ya 1 yazırıq. A-dan B-yə əlaqə varmı? O zaman bunu da nəzərə alsaq, burada bir A-ya əlavə edək. A-dan B-yə əlaqə varmı? 1 yazırıq. A-dan C-yə 1 yazırıq. A-dan D-yə 1 yazırıq. Bəs B-yə gəlsək, B-dən sadəcə 2 çıxış var. Yəni A-ya və D-yə. A-ya və D-yə yazırıq. Deməli, B-nin özü ilə və yaxud da ki, C ilə əlaqəsi yoxdur. Odur ki, bunlara 0 yazırıq. C-yə gəlsək, C-yə A ilə əlaqə olduğuna görə 1 yazırıq. Digərlərini 0 yazırıq. D-də də B ilə əlaqə var, A ilə əlaqə var və digərləri 0-dır. Və indi qonşuluq matrisinə baxdığımız anda istər 1 olsun, istər də 0 olsun. Yəni qonşuluq matrisində 1 və 0 var və bir daha qeyd edim ki, əlaqə varsa 1 yazırıq, əlaqə yoxsa 0 yazırıq. Və bu neçə xana formalaşdırmış oldu? Baxsaq, 4 dənə bu şəkildə, 4 dənə bu şəkildə 16 dənə xana olmuş oldu. 16 ədəd xana. Deməli, buradan fikir veririk ki, əgər 4 dənə təpə varsa, 16 ədəd xana olacaq. İstər əlaqə olsun, istər əlaqə olmasın. Yəni, bunu bilməliyik. Yəni. Və bu hardan gəlir? Bunu da bilirik. Birinin 4 dənəsi ilə əlaqəsi varsa, 3 dənə digəri, bir də özü 4 edir. Və həmçinin B-yə də C ilə əlaqə ola bilər, özü ilə əlaqədə ola bilər və buradan gəlir. Yəni, 1 və 0-lar fərq etmir. Əsas odur ki, xana sayı 16 ədəddir. Növbəti addımda bizə lazım ola bilir ki, birlərin sayını tapaq. Təbii ki, bu qrafdan istifadə edib matrisi qurmuşuq. Burada başlayıb birləri saya bilərik və yekun bir nəticəyə gəlmiş ola bilərik. Bu birləri saymaqdan ötürü də bizə fərqli şəkildə yanaşmalar etmiş ola bilərik. Bu nədir? Yanaşmalara baxa bilərik. Əgər burada fikir versək, ola bilər ki, baxsaq belə tək-tək saya bilərik. Məsələn, burada gəlirəm, sayıram. A təpəsinin çıxışlarına baxsaq. A-dan 1, 2, 3 xət buradan çıxır və bir də bunu saysaq 4. Yəni, burada deyirik ki, A-da 4 dənə 1 var. B-də 1, 2, 2 dənə 1 var. D-də 1, 2, 2 dənə var. C-də isə 1 dənə var.
saysaq 4, 6, 8 və 9 dənə 1 olur. Və burada saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni, həqiqətən də qonşuluq matrisinə baxdığınız anda görürsünüz 9 dənə 1 var. Bəs bunu matrisi çəkmədən bizə lazımdır ki, daha sürətli qərar verək. Deməli, matrisi çəkməsək də biz avtomatik olaraq bilməliyik ki, buradakı birlərin sayı nə qədərdir və eyni zamanda az öncə də tapdıq ki, 16 ədəd xana varsa, deməli, buradan da nəticə çıxırır ki, 16 xanadan əgər biz 9 dənə 1-i çıxsaq, yerdə qalan 7 dənə 0-ı almış olmalıyıq. Baxsaq yenə də burada 1, 2, 3, 4, 5, 6, 7. Həqiqətən görürük ki, 7 dənə 0 burada var. Yəni, matrisi sadəcə izah edə bildim və ya da ki, sizin üçün daha rahat olsun deyə çəkdim. Yəni. Yaxşı, yəni burada şərt deyil ki, mütləq matrisi çəkməlisiniz. Və bunu tapdıq. Artıq buradan qərara gəlirik ki, 4 dənə təpə varsa, 4 təpə varsa, buradan çıxır ki, 4-ün kvadratı qədər burada xana var. Xana dediyimizin də içərisində 1 və 0 ola bilər. Hamısı 1 ola bilər, hamısı 0 ola bilər. Yəni, belə bir ehtimal ki, ola bilər. Yəni, hal-hazırda bunu tapmış olduq. İkinci bir tərəfdən, bayaq biz saydıq burada əlaqələri və çıxışlara görə saydıq birlərin sayını. İndi bunu yenidən silirəm. Sadəcə belə bir forma olsa, o zaman bunu da silmiş olaq və bunu da silmiş olaq. Bizə belə bir formada qraf təqdim olunsa, necə baxacağıq buna? Buna bu şəkildə baxacağıq. Yəni, 1 til var, 2 til var, 3 til var və 4 til var. Bunu nəzərə alsaq, görürük ki, artıq burada birlərin sayı 1 azaldı, 8 oldu. Yəqin ki, bildiniz nəyə görə? İlgəyə sildim. 8, o zaman burada da 8 dənə 0 olur. Və görürük ki, 4 dənə til var. 4 dənə til varsa, 4 til. Bu o deməkdir ki, 4 vuraq 2 bərabərdir 8, 1 var. Bu necə oldu? Baxırıq, A, B ilə əlaqəlidir. Bəli. O zaman A-dan B-yə 1 yazdıq. Və eyni zamanda B-də A-na əlaqəlidir deyə, burada 1 yazırıq deyə, bir dənə tilə görə 2 dənə 1 formalaşmış olur. Eyni zamanda B-də, D-də də bunu deyə bilərik. A, D-dədir, deyə bilərik. B, C, A, C və s. və axır. Bunun hamısını deyə bilərik. Belə ki, əgər qrafımız adi qrafdırsa, adi qraf nə deməkdir? Artıq yönəldilmiş deyil, diqraf deyil, istiqamətlənmiş deyil. Yəni, adidir, bu şəkildədir. O zaman bu məntiqi irəli sürə bilərik ki, 1 til varsa, deməli 2, 1 var. Biz deməli tillərin sayını burada tapdıq. Və ona görə qərar verdik ki, 8 dənə 1 var o zaman, yenə də 16 dənə xanadan, 16 ümumi xanadır. Təbii ki, biz çıxsaq 8 dənə 1-i, yerdə qalan 8 dənə 0-ı tapacağıq. Ümid edirəm ki, bu aydın oldu. Buradakı bildiklərimizi biz bu 70-ci sual olaraq tətbiq edəcəyik və bundan sonra ümid edirəm ki, nəticəni gözəl bir şəkildə əldə etmiş olacağıq. Sadəcə olaraq bunu elə bir formada göstərək ki, sizin üçün də rahat olsun. Nələrsə silməliyəm. Burada elə bunu silək və başlayaq burada yazmağa. Bunlar qalsın. Bunlar düşünürəm ki, yetərli olacaq. İndi burada baxırıq suala. Deməli, burada 70-ci suala baxırıq. En sayda iç-içə çəkilmiş 8 bucaqlının təpələri şəkildəki kimi birləşdirilməklə alınan qrafın qonşuluq matrisindəki sıfırların sayını müəyyən edin. Yəni, yenə də sıfırların sayı soruşulur. Amma biz burada bilmirik neçə dənə fiqur var. En sayda deyir. İç-içə çəkilmiş 8 bucaqlı. 8 bucaqlı. Deməli, buradan baxsaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Həqiqətən də 8 bucaqlı deyəndə, yəni buradakı təpə nöqtələrini gördük. Və bir üstdəki fiquru fikirləşsək, sadəcə bu fiquru, yəni kənardakı fiquru fikirləşsək, bu bir dənədir. 8 dənə onun təpəsi var. Axı, bundan n dənədir. N dənə olduğuna görə olur 8n təpə var. Əgər 8n dənə təpə varsa, buradan az öncə də burada yazdığımız kimi deyə bilərik də hər halda 8n kvadratı dənə burada xana var. Yəni 64n kvadratı xana var. Ümid edirəm ki, bu aydındır. Və növbəti addımda nə edəcəyik? Və baxırıq ki, burada hər bir
təpə neçə tillə əlaqəlidir? Bunu bir-bir saya bilərik. Əslində buradakı hər bir təpə neçə təpə ilə əlaqəlidir? Buradan baxsaq 1, 2, 3. Bu şəkildə formalaşdıra bilərik. İndi bir dənə sayaq. Bir fiqurda, yəni ən üstdəki fiqurda neçə til var? Axı biz bayaq eyni zamanda tildən də istifadə edib birlərin sayını tapa bildik. Və bu məsələ üçün o çox önəmlidir. Baxın, 1 til, 2 til, 3, 4, 5, 6, 7, 8. Deməli 8 dənə til var. Amma 8 dənə til bir fiqur üçün. Bunu tapdıq. Özünün əlaqəli. Axı hər deyək ki, təpə də başqası ilə əlaqəli. Bunu da fikirləşsək 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Deməli 8 dənə birində til varsa, n dənə də fiqur olduğuna görə 8 n til bu. Üstə gələk. Daha 8 və belə bir şey fikirləşək. Yəni burada gördünüz bununla əlaqəlidir. Bu bununla əlaqəlidir. Bu bununla əlaqəlidir və axırıncı isə bunun əlaqəsi yoxdur. Deməli n sayda yox, 8n minus 1 sayda til var. Yəni 8 dənəsi özündə, 8 dənəsi də deyək ki, 8n minus 1-i də digərləri ilə. Bunları toplayandan sonra bizə lazım olan tillərin sayını tapırıq. 16n çıxaq 8 dənə. Burada til var. Bunu tapdıq. Tili tapmaq çox böyük nemətdir. Tili tapdıqsa və görürük ki, bu adi qrafdır, o zaman bir dənə tildən 2 dənə 1 formalaşacaq. Əgər biz qonşuluq matrisini qursaydıq ki, ehtiyac yoxdur, artıq bayaq da izah elədim. Odur ki, gəlirəm burada 2 vuraq, 16n çıxaq 8. Bu da bərabərdir 32n çıxaq 16 1 var. Artıq birlərin sayını tapdıq. 32n çıxaq 16. 64n kvadratı xanadırsa, 32n çıxaq 16 1-dirsə, deməli biz sıfırların da sayını tapa bilirik. Yerdə qalanlar sıfırlardır da, yəni. Bayaq az öncə burada belə tapdıq, xatırlayaq. Və bundan sonra yazırıq ki, o zaman ümumi xanaların sayından, yəni burada harada yazaq? 64n kvadratı çıxaq 32n çıxaq 16. Birlərin sayını çıxırıq. 64n kvadratı çıxaq 32n üstə gələk 16 dənə də sıfırların sayını tapmış oluruq. Bizdən də sıfırların sayı soruşurdu və buradan bunu tapmış olduq. Doğru cavab 64n kvadratı çıxaq 32n plus 16 olan y variantı. Düz gəlir. Burada 32-dir. Burada isə yenə də 16 plus yox. 32n kvadrat. Tamam. Y bəndi doğru cavabdır. Ümid edirəm ki, aydındır hər birinizə, hörmətli yoldaşlar. Sizdən sadəcə istədiyimiz kanalımızdakı baxdığınız, izlədiyiniz videoları bəyənməyiniz və kanalımıza abunə olmağa davam etməyinizdir. Hər birinizə xoş, əyləncəli misalların həllini arzu edirəm. Uğurlar. Növbəti videolarda görüşənədək. Hələlik.